Bax, bir dənə şəxsin adını çəkəcəyim siz üçün. Elə bir şəxs idi ki, Peyğəmbər onun haqqında buyurdu ki, cənnət onun üçün darıxır. 4 nəfər üçün deyib. Kimlər də olar? Salman, Əbuzər, Miqdad, Əli. Abuzər. Abuzər həmən gənc vaxtında bu şəxslərdən idi. Bütün bütləri inkar elədi. Oldu ki, belə deyək də, bizim bugünkülər kimi də ateist. Bütün yalandır bu nə də büyüt, nə bilim nə, hamısı inkar edir. Neçə vaxt qaldı, bilmirdi, yıxılırdı, ağlayırdı. Bir gün xəbər çatdı ona ki, Məkkədə bir nəfər Peyğəmbər var. Qardaşını yolladı. Qardaşı əlaqə saxlaya bilmədi. Ondan sonra nə etdi? Özü getdi. Bir iki gün dolaşdı Məkkədə, bir cavan uşaqla görüşdü. Əli adında. Əlidən yaşlıydı o. Əli ona bir gün yemək verdi, su verdi. Ünsiyyət yaratdılar. Dedi, kim axtarırsan burada? Qəffardan idilər onlar. Qəffar Məkkə ilə Mədinənin arasında bir yerdir. Onun üçün Abuzər Qəffarı deyirlər. Dedi, kim axtarırsan burada? Dedi, sənə deyərəm. Muhammed axtar. Allah müsələm. Dedi, doğru ünvana gəlmişsən. Gəl arxamca. Mənə yaxınlaşmaz. Amma elə gəlginən ki, birdən bizi güdən olsa, arxamıza düşən olsa, mən hiss eləsəm, mən ayaqqabımı belə düzəldəcəyəm, sən də ondan başa düşərsən, mənimlə bir yerdə gəlmə. Gəllər Allahın Rəsuluna yanına, Əssalamu aleykə ya Rəsulallah. Hətta bəzən deyirlər, 2 salamın sahibidir. Bir neçə dəqiqə danışıqdan sonra deyir, La iləhə illallah, Muhammed Rəsulullah. İndi bunun eşqinə bax. Tapdım deyil, sən axtarırdın. Sən axtarırdın. Allahın Rəsulü ilə görüşür. Deyir, Allahın Rəsulü, tapdı ye. Dedi ki, icazə və gedin Məkkədə deyin bunları. Sən əziyyət eləyərlər. Xahiş eləyir Allahın Rəsuluna. Allahın Rəsulü izin verir ona. Gedir Məkkəyə, Kəbəyə. Başlayır, deyir, La iləhə illallah, Muhammed Rasulullah başlayır o Peyğəmbərdə indi öyrəndiklərini. İndi qəlbinə girənləri, ruhunu opduqlarını deməyə, Abuzər orada döyürlər, güclü adam idi ya. Güclü adam idi, onun keçmişi də olub, keçmişi Karvanbasan olub bu. Karvanbasan bunun özünün ətrafı, adamları olacaq. Avtoritet olub. Allah şəfaət nəsibimiz olsun. Bunu o qədər döyürlər, bunu deyəcək Həzrəti Həmzə ya kimsə, bunlar alırlar, o gəlir Peyğəmbərin yanında bir neçə ay, bir aya yaxın qalır bədənin